Akkumulyator satanın bir günü. Bildiğiniz kimi amansız yağışlar yağırdı 2 günü Bakıya. Bu yağışlarda da biz işimizi davam etdirmək məcburiyyətindəydik. Çox çətinliklə də olsa sifarişləri vaxtına çatdırmağa çalışırdıq. İlk öncə Zabrata gəldim səhər-səhər. Burada da bir dənə akkumulyator dəyişənə qədər suyun içində olduğunu da bildiyiniz. Zabrat da yəni biabırçı vəziyyətdə idi də demək olar ki, qardaş. Zabratı bir qırağa qoydum. Aeroport yolundakı vəziyyətə baxın bir dənə siz. Növbəti sifarişimiz Şuşa qəsəbəsinə idi, Romaniya. 10 ilə yaxın burada yaşamışam. Prius 20 Kuza'ya 45 amperli akkumulyator gətirdim, quraşdırdım. Burada görürsünüz ki, maşını məcburən yolun özünü saxlamalıyıq. Mağazamızın qabağında saxlaya bilmirik maşını artıq. Çox güman ki, çox çəkməyəcək belə. Bu yol keçə-keçə bizi bir dəfə maşın vurub tullayacaq arasa. 10-11 ildir ki, mən Eltin qabağındayım. Dayanma durma işarəsini gətirib qoydular, kameranı işə saldılar, sağ olsunlar. Burada Yasamala gəlmişdi, Esan 100'ü gətirdik, quraşdırdıq. Mağazaya gəldim, yağış yağırdı deyə çox tez video çəkə bilmirdim. Burada da Mərdəkana sifarişim çıxır, 2 dənə akkumulyator, yenə yol keçirəm. Gözləyirəm ki, kəlmə şahadətimi deyib keçirəm hər dəfə yol ki, yəni maşın vurub tullamasın mən qırağa. Mağazaya yaxın, ən yaxın piyada keçiddə hardasa 300-400 metrdə əlimdə akkumulyator ora gedir, oradan keçdi, qayıd bura təzədən alınmır o. Mərdəkanda da Chevrolet Aveo üçün akkumulyator sifariş almışdım, onu aparıb quraşdırıram indi. Axşamüstü gün Mərdəkana gələndə hava biraz sakitləşmişdi şükür Allaha. Maşınımız da Chevrolet Aveo'da 60'lıq akkumulatoru quraşdırdıq, zəmanətin yazdığı geri qayıtdıq. Bu havalarda belə bizdə çatdırılma, quraşdırma özü görün necə yerləri, yəni pulsuzdur. Hava qaralana yaxında qıranda yer üçün bir dənə zəng gəldi, filmisk eləmək lazım idi, onu da filmisk elədik. Axşam düzü Hövsan tərəfi yol düşdüm, bəyəndisə videonu like eləyə bilərsiniz.